Baxın, Azərbaycanda klub növbəsi da. Lüt qızlar, oradan qızları götürüb qayırmaq, qızlarla nə bilim əlləşmək. Yəqin ki, burada çoxsa ərəblərdir. Klub növbəsinə baxın. Ala, klub növbəsi. Elçi bəy mən tarix boyu sevməmişəm. Bunu kəsin paylaşın ha, bunu kəsin paylaşın. Mən Elçi bəyi sevməmişəm, sevmirəm. Çünki o mənim millətimə xəyanət eləyib. Çünki o Heydər Əliyev özü qəsdindən gətirdi. Bu bir planın bir parçası olubdur. Ancaq və lakin Elçi bəy dönəmində çörək oçretinə dururduq deyən qəhbənin balaları. Elçi bəy zamanında çörək oçretinə dururduq, çörək növbəsinə dururduq deyən ananın, arvadının, ana bacının, qızının ağzını eşşək qayırsın. Eşşək çaldırsın sənin anana, bacına, arvad uşağına. Oğraş oğlu oğraş. İndi anamızı, bacımızı qayırmaq üçün ərəblər, hindular barlarda, fahişəxanalarda növbəyə durubdur. Ay oğraş köpək oğlu, qəhbənin balası, qəhibən. Hətta o çörək növbəsi Heydər Əliyevin zamanında yox idi mu qəhbənin balası? Heydər Əliyev 93-cü ildə gəldi, göt oğlu göt. 94-cü ildə belə çörək növbəsi var idi. Qəhbə balası. Süleyman Dəmirəl Elçibəyə İngiltərənin göndərdiyi 15 milyonu Elçibəyə vermədi, saxladı öz xalası oğlu Heydər Əliyev üçün. Heydər Əliyev sıraz o pul alıb, sıraz çörəkdən təmin edə bilərdi xalqı. Eləmək istəmədi. Birinci hamının istədi başı çörəyə qarışsın. Hamı çörək dərdi çəksin. Heydər Əliyev də 4000 adamın başını kəssin. 4000 nəfər yox elədi, öldürdü Heydər Əliyev. Ay ananın bacının ağzına eşşəklər versin. Heydər Əliyevin zamanında da çörək növbəsi var idi. O biri podsovet məkanlarında da çörək növbəsi var idi. Bax, qəhbənin balası. O vaxt Heydər Əliyev çörək növbəsinin qarşısını alamadı. Lotu Bəxtiyar, xalqın sevdiyi Lotu Bəxtiyar o problemi həll elədi. Ona görə də Heydər Əliyev dedi, çölün lotusu mənəm içərinisən, basıb öldürdü onu. Çöldə dedi, loturuq ancaq mən eləyə bilərəm. Ay uğraşlar, peysərlər hansı ki o Elçi bəy zamanında çörək oçreti var idi. İndi bax ananı, bacını, o qızlar hamısı ana bacımızda əvvəl kətdə bir dənə qəhbə olmazdı. Rayonda bir-iki qəhbə olardı, ona kişilər onun yanına gedən kişiyə salam verməzdilər ya ondan boşanan kişiyə. Arvadlar da o qadına salam verməzdilər. İndi kəndin yarısı qəhbədir, məhəllənin yarısı qəhbədir, hələ yardan çoxu. Odur bax, hamısı gəlir Bakıda qayıtdırır, Türkiyədə qayıtdırır. İndi qızlarımızı qayırmaq üçün oçretə durublar, bax. Çörək oçreti yoxdur indi, narahat olmayın. Çörəyə bir maşın una, bir maşın kubik ovuntusu qatırlar, mədə xərçəngi olursan, bağırsaq xərçəngi olursan, cavan yaşında ölürsən, arvadın qalır, arvadın da məcburda ailəsini dolandırmaq üçün ərəbin altına yatsın, qızın ərəbin altına yatsın. Sonra da ərəb gəlib, bax, sənin mənim ana bacımdır o qayırdıqları, o ərəbin Hindistanının qayırdıqları. Sənin mənim ana bacımız əzizlərimizdir, nəslimizdir. Kökümüzdür, soyumuzdur. Mənim anam var. Anam o vaxt var idi, gedirdik. Mənim anamla talış oldu, ləzgi oldu, tat oldu, tatar oldu, gəncəl oldu. Kimlə iki kəlmə söhbət edirdi, onu özünə qohum çıxardı. Hamımız bir-birimizə qohumuyuq. Uzaqdan, yaxından, cendən. Simsarıyıq. Ermənistan qədər yoxuq biz. Ermənistanda Paşinyana çatdırdılar ki, hardasa ərəb, bir də Hindistanlı erməni qızını qayırıbdı. Pul verib qayırıbdı, erməni qızı qayırıbdı. Pulunu verib qayırıbdı. Paşinyan kim adam? Hindistanlı və ərəb cavan oğlanları ölkəyə buraxılmayacaq. Ancaq diplomatik qaydada gələn adamlar var, səfir kimi, nə bilim, diplomat. Onlar sənətdən, konkret nəyə gəliblər, harada qalacaqlar və nəzarət altında olacaqlar. Ermənistan
Belələr, baxın, Ermənistan qadınlarının qədrini bilir. Biz qadınlarımızı qayıtdırmağa göndərdik. Qayıtdırmağa. Türkiyədə bizdən çox qayıtdıran varmı? Rusiyada, Gürcüstanda bizdən çox qayıtdıran varmı? Bakıda qəhvəxanaların sayı hesab varmı rayonlarda Bakıda? Hara gedir axırımız? Saat 10'dan sonra hər yer petuxana, qəhvəxanadır Bakıda. Belə biabırçılıq olar mı? Çünki Mehribanın qızların ikisi də qəhbədir, özü qəhbədir. Mehriban razı olar mı ki, ərinlə 13-cü ildən yastığa baş qoymur, ancaq Lukashenko ilə Netanyahu'nun ağzından çıxartmır. Mehriban Əliyeva razı olar mı ki, ölkədə hamı tərbiyəli olsun, gözəl ailəsi olsun. Axı bunların qızlarının ailəsi yoxdur, narkomandır. Neçə dənə ər dəyişdirdilər. Axı görürsünüzmü dəyərli vətənlər? İndi o razı olar mı bu Azərbaycanda yaxşı sağlam oğullar olsun, sağlam qadınlar olsun, ailə prinsipləri sağlam olsun, ailə təməli möhkəm olsun. Devlətin onurğa sütununu, devlətin altını, necə ki bina tikirsən, bina tikilir, bina 50 mərtəbə, 60, 100, 160 mərtəbə bina. Onun xımı nə deməkdir? O bina bir devlət kimi təsəvvür eləsəniz, devlət kimi. Onun xımı o ailələrdir. Devlətin ailə təməlləri möhkəm olmayacaqsa, dağınıq olacaqsa, o devlətdən devlət olmaz. O devlətdən devlət olmaz. Dəyərli vətənlərim, çox uzatmaq olar, bunu çox danışmaq olar. Elə adamlar var, məndən də yaxşı, məndən də faktlarla, məndən də gözəl şeylər danışar. Bax, Elçibəy dönəmində, hələ yadınızdadır, COP29-da diskotekalara, barlara, klublara, uçretin uzunluğu neçə metrə idi? Yadınızdadır? Vaxt var idi, çörək uçretindən narazılıq eləyənlər. İndi anamızı, bacımızı qayırmaq üçün yad ellilər uçretə durubdur. Ya da ölkədə kim xod gedir Azərbaycanda? Sən mən xod gedirsənə, ölkədə türklərin hamısını dərdin sal var, yardan çoxunu. Ölkədə xod gedən Yezdi Kürdləridir, Hindular, Ərəblərdir.